İşimizi, gücümüzü atıb Avropaya gəlmək olarmı sualının dostlar cavabını verəcəm. Çünki çox insan mənə yazır ki, bəs orta stabil və yaxud da ortanın üstündə maaşım var. Məsələn 1000, 1500, 2000 maaşım var. Avropaya gəlməyə dəyərmi? Mən özümdən misal verəcəm. Mən Aran regionu üzrə, Şirvan üzrə tibbi təmsilçi olaraq başladım. Sonra bölgə meneceri keçdim və hətta 2020-ci ildə mən buraya gəlməmişdən öncə məni PM, Product Manager verirdilər, hansı ki, yəni diviziya rəhbəri kimi bir şeydir, yəni böyük bir, belə deyim, Azərbaycanda böyük deməsək də, yəni zəhmətinlə çata biləcəyin ən yaxşı işlərdən biridir açığı. Amma məsələn, mən o işi rədd etdim. Hətta atama dedim ki, bəs mən getmək istəyirəm. O da dedi ki, valla yəni həmişə evin gücün, işin gücün burada var, evin buradadır, atmayacağıq, arxandayıq və xoşbəxt deyilsən, getmək istəyirsən, gedginən. Və mən gəldim və gəlməyimə heç də peşman deyiləm. Yəni bir dənə xırda misal verim, hansı ki, hal-hazırda BMW 520 sürürəm. Belə demək, xüsusi bir Avropada bu maşının dəyəri yoxdur. Yəni deyim ki, lüks maşın həsə bir şey yox. Amma Azərbaycanda bilirəm ki, bunu almaqdan ötürü mən kreditlərdə, belə deyim də, şeylərdə qalmalıydım. Söhbət heç kreditdə qalmasaq da, yaşayış, mentalitet, həyat tərzi olaraq mövzuya baxsaq, heç də qəti olaraq peşman deyiləm. Çünki mən risk eləməyi sevirəm. Biri var ki, risk eləyəsən, sonra peşman olasan, onu telafi eləmək olur. Məsələn, Azərbaycana mən sabahları qayıda bilərəm. Amma yox, bura gəlməsəydim və bunun gəlmədiyimin peşmançılığını mən yenə ürəyim istədiyi vaxtı Avropaya gələ bilməyəcəkdim və bu şansı istifadə eləyə bilməyəcəkdim. Ona görə mən deyirəm ki, həmişə risk eləməyə dəyər. Əgər bacarıqlı insan, Avropaya gələn insan bacarıqlı insan olmalıdır açığı. Əgər bacarıqlı insansansa, əgər burada alındıra bilməsən və yaxud da bura gələ bilməsən müəyyən səbəblərdən, Azərbaycanda bacarıqlı insan kimi yenə də pul qazanıb həmin işə və yaxud da ondan yaxşısına əldə eləyəcəksən, nail olacaqsan. Deyirlər ki, bala eləməklə həyatın altı üstü olacaq. Belə bir söz eşitmişdim ki, nə bilirsən həyatın altı üstündən maraqlı deyil. Ona görə altı üstü olmağından qorxmayın. Hələlik takib atmağı unutmayın dostlar. Çünki maraqlı videolar çəkmək istəyirəm, həvəsim qırılmasın.